aparıcı İlqar Mikaeloğlu sosial şəbəkədən qazancını açıqlayıb. Mənim üçün də maraqlı oldu ki, yəni TikTok sosial şəbəkəsində əyləşir və pul qazanır. Bəli, bu haqda İlqar Mikaeloğlu həftənin qonaq verilişində müsahibəsində danışıb ki, mən nə qədər pul qazanıram. Demək, sosial şəbəkədən 25-30 min manat qazanıram. Yəqin ki, milli pulla deyirik, AZN-lə deyirik, Rus pulla demirik. Amma həmin pulu çıxarda bilmirəm. Məqsədim söhbət etməkdir. Məni nə qədər söyürlər, amma mən onlara fikir vermirəm. Elə insana nəinki ətrafda, ailəsində belə fikir vermirlər. Onu eşitməsinlər deyə girir TikTokda hamını söyür. Bax, mənim üçün maraqlıdır da. İlqar Mikaeloğlu, sizə bu ayda 25 min, 30 min manatı kim atır? Bax, mənim üçün çox maraqlıdır da. Yəni, bax, bu insanlar pulu yerdən qazanır. Bax, bu pulu yerdən tapırlar. Bax, bir də görsən deyirlər ki, mən ayda 60 min manat AZN-lə sosial şəbəkədən, TikTokdan pul qazanıram. Qardaş, bunu necə qazanırsın? Deyim, mən də gəlim, çox istəmirəm. Aya 500 manat qazanım da. Bax, siz bu pulu necə qazanırsınız orada? Bəzilərin bildik, o üzdən iraqlar var da, onlar pullar verilir, qarşılıq var onlara. O pul atanlara qarşılıq var, bu haqda məlumatımız var. Amma mənim üçün maraqlı, təkcə sizdən getmir söhbət. Digərlər də var, deyir ki, elə qadınlar, kişilər, mən bu ay 30 min, biri deyir 45 min, biri deyir 47 min. O pulu sizə atanlar, göndərənlər, hədiyyələri göndərirlər, şiir, pələn, qatar, nə bilim, helikopter, gəmi. Bax, bu adamlar, mən düşünürəm ki, pulu gətirirlər onların çantalarına qoyurlar ki, siz filan kəslərə pul atın, kartına qoyun, ya hədiyyə atın da. Bilmirəm. Bax, bu sirləri mənə deyin, mən də girim çox istəmirəm. Heç olmasa ayda 500 manat buradan qazanıb. Mən düşünürəm ki, məndən aktivi yoxdur burada. Bütün günü çalışıram, işləyirəm. Mən heç buradan 100 manat da qazanmıram.